Allah'ın salamı olsun. İnşallah yalan danışmaya. Yalan Əli Əleyhisselam buyurur ki, yalan pozğunluğun ən pis növüdür. Yalan bütün pisliklərin özəyidir. Sonra mən də yalan danışanları söymüşəm. Kötü olmayan da yalan danışanlar var. Sonra Allah Teala nə buyurur? Anamı da söymüşəm, yaxşı bir sonra Allah nə buyurur? Allahımız buyurur ki, pis sözün ucadan deyilməsini Allah sevməz, ancaq zülm olmuş şəxslər müstəsnadır. Zülm edən şəxslərdə Allah düz yola yönəltmir. Qurana baxsınlar, getdinizlər. Qoy baxsınlar da Qurana. İnşallah.